valideynin evlada etdiyi dua qabul olan dualardandır. Çünki 3 dua var ki, bu dualar, necə ki hədisdə gəlir, 3 dua var, bu dualar rədd olunmaz. Bunlardan biri də valideynin öz evladı üçün etdiyi duadır. Valideynin öz evladı üçün etdiyi duadır. Ancaq təəssüflər olsun ki, bəzən valideynlər dünya işlərinə görə evladlarının hələ uşaq vaxtında ikən verdiyi əziyyətə görə uşaqlar üçün bəddua edirlər. Baxırsan ki, dünya məsələsidir, dünya işidir. Görürsən ki, kuxnada uşaq bir qab sındırır və başlayır ana evlad üçün səni bədbəxt olasan, səni cəhənnəmə düşəsən, əlin qurusun. Subhanallah, elə dualar edir ki, yəni bilmir ki, valideyn etdiyi dua qabul olan dualardan. Yəni ona görə insan gərək ağzını saxlasın, gərək dilini saxlasın. Yəni bəzən elə dua edər ki, subhanallah, bütün ömrü boyu həm evladı və həmçində özü o etdiyi duanın bəlasına düşər.